Salam əziz izləyicilər, mən şairə İsmirə Günəş, hal-hazırda Pirallahıdayam. Qəhrəmanımı çoxdandır tanısam da, ilk dəfə idi kitabımda yer alırdı və mən ilk dəfədir ki, bu ocağın qonağıyam. Haqqında danışdığım qəhrəman bizim Pirallahı şəhidlərimizdən 23 saat 44 dəqiqə ilə tarixdə izini dərin qoyan, antiterror əməliyyatları zamanı şəhadətə ucalan qəhrəmanımdır. Özündən sonra 2 övlada əmanət qalıb və həyat yoldaşı İlahə xanım yanımdadır. İlahə xanımdan 1 il əvvəl məhz Pirallahı kitabxanasında Zülfiyə xanımın sayəsində tanış olmuşduq. Tədbirimizdə iştirak eləmişdi. Elə o tanışlıqla da şəhidini kitabımda saldırdı. Qəhrəmanım haqqında bilmədiyim xatirələrini də mənimlə paylaşdı. Təşəkkür edirəm. Daha dərindən məlumat verdi. Mən də o məlumatlarla, bax bu kitablarla Azərbaycanı qarış-qarış dolaşıb, qəhrəmanımı tanımayan hər kəsə tanıtmağa çalışdım. İlk öncə bizim tanışlığımız üçün sizə təşəkkür edirəm Zülfiyə xanım. Artıq sizinlə də demək olar ki, 5 ilə yaxındır tanışlığımız var. Tanıdığıma şad olduğum, həyatımda yer aldığı üçün şad olduğum insanlardan birisiniz. Allah razı olsun sizdən. Dəfələrlə kitabxanada möhtəşəm tədbirlər təşkil eləmişsiniz. Nəinki Pirallahını, eyni zamanda bölgələrdən olan şəhid ailələrində öz ocağınızda qonaq eləmişsiniz. Onların da könlünü xoş eləmişik. Və daha sonra qəhrəmanımın qəhrəmanı, başımın tacı, gözümüzün nuru. Mənim şəhidimin sənə qalan əmanətlərini ona layiqli şəkildə böyütməyə çalışan xanım, İlahə xanım. Bu mənim sənə əmanətlərim bundan sonra. Qəhrəmanımızın yer aldığı Antiterror Şəhidləri kitabı. Nə yaxşı ki varsan. Siz də Allah ürəyinizə görə versin. Təşəkkür edirəm. Bu cür kitab yazmışsınız. Gün o gün olsun, bax bu ocağa. Bura qəhrəmanımın öz evidir. Və gün o gün olsun bu ocağa həmişə o kösələrin gözəl günlərinə gəlir inşallah. Xoş günlərini zəh vurub müjdələyəsən. Sağ olun, təşəkkür edirəm. Allah razı olsun. Zülfiyə xanım. Bir kəlmə sözüm var. İlahə qızımıza səbir, dözüm, güc, qüvvə arzu edirəm ki, şəhidimizin əmanətlərini, o gül balalarını ona layiqli şəkildə, vətənimizə layiqli şəkildə böyüdəsiniz, boya başa çatdırasınız. Onlarla biz də fəxr eləyək. Çünki onlar tək sizin, bizə də əmanətdir. Siz bizim də əmanətimizsiniz. Çox sağ olun, əziyyət çəkmişsiniz, gəlmişsiniz. Bizim borcumuzdur. Biz zövq alırıq. Zövq alırıq şəhidlərimizi tanıtmaqdan. Onlarla qürur duyuruq. Bu günlərdə bir tədbirdə iştirak elədik. Əsmira xanımla qaçaraq inanırsınız ki, qaçaraq gəldik. Hətta yeni bir tədbir var idi, oranı təxirə salıb bura gəlmişik. Nazirliyin tədbirindən məni dəvət ediblər ki, mütləq iştirak eləməlisən konferansdır. Mən dedim, yox, mən şəhid ailəsinə... mənim evimin ən gözəl yerin güşəsində yer alacaq. İnşallah. İnşallah. Çox sağ olun. Allah razı olsun. Bu gözəl hədiyyələrə görə. Nəsillərə keçəcək bu kitablar. Elədir. Tanıd olacaq. Nəvələri baxacaqlar, babamız haqqında olan Sonda əziz izləyicilər, siz kadr önündə bizi görürsünüz və bir bu qədər də əməkdaş kadr arxasında var. Hər birinizə təşəkkür edirəm. Və şəhidlərə dəyər verən hər kəsi görəndə ürəyim, o ataların bir misalı var, dağa dönür. Sevinirəm ki, mən bu yolda tək deyiləm. Allah sizlərə də güc qüvvət versin. Mənim yetə bilmədiyim evlərə də siz yetəsiz. Mənim ala bilmədiyim könülləri də siz alasınız ki, şəhid ailələri ürəkdən yaralı ailələrdir. Biz onların yarasına məlhəm olmağa çalışaq. Yarasının üstünə yara qoymuyor. Hələlik bu qədər. İnşallah növbəti şəhid ailəsində növbəti qəhrəmanlarımızı tanımaq ümidi ilə şəhidlərimizin hər birinin ruhu şad olsun. Amin.